Mən ölkənin ən böyük kitabxanalarından biri olan Axundov adına Milli Kitabxanadayam. Rəqəmsal texnologiyalar və süni intellekt dövründə kitabxanalara marağın azaldığı düşünülür. Biz isə öyrənmək istədik. Bu məkanlar hələm də aktualdırmı və insanları bura nə cəlb edir? Bütün dövrlərdə kitabxanalar təhsil, məlumat axtarışı və fərdi inkişaf üçün əvəzolunmaz bir məkan olaraq qalıb. Bu məkanda insanlar həmişə öz təhsil və iş ehtiyaclarını ödəməyə kömək edən kitablar və məqalələr tapa biliblər. Bugün texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə süni intellekt dövründə kitabxana nə qədər aktualdır sualı getdikcə daha çox səslənir. Bu suala cavab tapmaq üçün biz kitabxananın əməkdaşlarına müraciət etdik. Hazırda ziyarətçi sayı 700-800 nəfər təşkil edir və istirahət günlərində isə bu rəqəm 1000-1200 nəfərə çatır. Ay ərzində də orta hesabla 25.000-30 minə yaxın istifadəçi müraciət edir. Təbii ki, kitabxanaya gəliş son illərdə artım müşahidə edirik. Bu da onunla əlaqədar olur ki, indi bütün işə qəbullar imtahan səviyyəsində götürüldüyü üçün daha çox oxuculuq qrupu kitabxanaya müraciət edir. Gənclər daha çox üstünlük təşkil edir. Gənc aspirantlar, elmi tədqiqatçılar, tələbələr daha çox üstünlük təşkil edir. İstifadəçilər daha çox kitabxanada tələbələr dərsliklərlə istifadə edirlər. Elmi tədqiqat işçiləri monoqrafiyalardan daha çox istifadə edirlər. Elmi işçilərdən kitab çapı ilə məşğul olan, monoqrafiya yazan, elmi əsər yazan elmi mütəxəssislər də müraciət edirlər. Bununla belə kitabların süni intellektə qarşı hələ də üstünlüyü olan bir sahəsi mövcuddur. Bu, unikal mənbələrə, çətin əldə olunan ədəbiyyata və bəzən rəqəmsal məkanda rast gəlinməsi qeyri-mümkün olan arxiv materiallarına çıxış imkanıdır. Kitabxananın xüsusi bölmələrində qorunan orijinallar, nadir nəşrlər və qədim sənədlər tədqiqatçılar və tələbələr üçün bütöv bir bilik xəzinəsi açır. Nadir Kitablar Fondunda əsasən 1573-cü ildən sonra nəşr olunmuş ilk ədəbiyyatlar və bizim dünya ədəbiyyatı tarixində zəngin bir yer tutan Azərbaycan türk ədəbiyyatı nümunələri sərgilənir. Yəni bu vaxta kimi bu ədəbiyyatlar həmişə qapalı fond kimi olmuşdu. Sadəcə 2013-cü ildən sonra əcnəbilərin respublikaya gələn sayı artdığı üçün və onların muzeylərə marağı olduğu üçün bu otaq Nadir Kitablar Fondu açıq muzey formasına gətirildi. Ali məktəb tələbələri onlar da məxsusi gəlirlər, tanış olurlar. Çünki bu ədəbiyyatı, qədim ədəbiyyatı hər yerdə görmək mümkün deyil. Adi iş günlərində belə burada ziyarətçilərin sayı az olmur. Məktəblilər, tələbələr, müəllimlər, hər kəs dərslərə hazırlaşmaq, layihələr üçün məlumat toplamaq və ya sadəcə sakit bir mühitdə işləmək üçün buraya gəlirlər. Biz kitabxana oxucuları ilə danışaraq bu məkanın daimi istifadəçiləri və onların süni intellektə münasibəti barədə bir qədər ətraflı məlumat əldə etdik. Həftə içi ilə hər gün gəlirəm. Dərs çıxışı, dərs saatlarında, boş vaxtlarımda elə kitabxanaya gəlirəm ki, burada daha çox vaxt keçirə bilim, ilhamlanıram hətta. Boş vaxtlarımda daha çox burada bir sıra informasiyalar toplayıram. Elə yəni kitabxananın nəşr etdiyi bir sıra kitablar var. Yəni oradan bir sıra materiallar toplayıb necə deyirlər, informasiya əldə edə bilirəm. Süni intellekt də rahatdır, əlverişlidir demək olar. Amma yəni kitabxana daha yaxşıdır. Yəni daha ətraflı, əlverişli, tam dəqiq cavabları kitablar vasitəsilə yəni öyrənə bilərəm. Süni intellekt elədir ki, bəzi məsələmdə məlumatları ara-sıra, yəni necə deyə tam dəqiq deyə bilmir, amma kitablar sayəsində məsələn onu daha tez əldə edə bilirəm. Həm də daha rahatdır da. Mən hal-hazırda bir müddətdir ki, hər gün kitabxanaya gəlirəm. IT sahəsini öyrənirəm və buradakı səssizlik mənə daha çox motivasiya verir bu sahəyə hazırlaşmaq üçün. Kitabxanadakı tələbələrin çoxluğunu görmək adamı daha çox motivasiya verir, daha çox həvəslə sahəni öyrənə bilirəm. Universitetdə hazırlaşarkən kitabxanadakı ləvazimatlar, materiallar daha çox köməyim olardı. Amma hal-hazırda süni intellektdən daha çox istifadə edirəm. Mən kitabxanaya həftə 2-3 dəfə gəlirəm və daha çox bu səhər saatlarında olur. Səhər saatlarına gəlirəm, hardasa günorta 3-4-ə qədər kitabxanada
işlə, kitabla məşğul oluram. Bu gün axtardığım bir məqalə var idi ixtisasım üzrə və bunu ancaq internet məlumatlarından əldə edə bilərdim. Ona görə gəlib kitabxananın internet məlumatlarından istifadə elədim. Kitabxana daha çox köməyimə gəlir, çünki həm burada məlumat bazası daha çoxdur, müxtəlif kitablardan, məqalələrdən tapmaq olur. Həm də ki, süni intellekt məlumatı hazır verir və bu düşünmürəm ki, effektivdir. Özümüz axtarıb tapanda daha effektiv olur deyə düşünürəm. Ona görə kitablardan istifadə edirəm. Göründüyü kimi, bütün texnoloji tərəqqiyə baxmayaraq, kitabxana bilin xüsusi dəyər kəsb etdiyi bir məkan olaraq qalır. Bəli, texnologiyalar inkişaf edir, lakin onlar kitabxananı əvəz etməkdən daha çox onu dəyərli bir şəkildə tamamlayır.